Xəbər biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar edəcəyik. Həftə 2-5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Baş sponsorlar Sopsan Boya, Deluxe Comment Center, sponsor Agromix Kənd Təsərrüfatı Məhsulları şirkəti. Biznes mərkəzi başladı. Salamlayırıq sizi. Mikrofon önündə yenə mənəm, Rüfət və saat 2-yə qədər bərabərliyimiz sürəcək və biznes mərkəzində də sizinlə maraqlı mövzumuzun müzakirəsini aparacaq. Hər zaman olduğu kimi yenicə qoşulan dostlarımız, salamlayırıq sizi də. Biz də biznes mərkəzindən yeni başladıq və dalğanı köklədiyiniz radio Araz FM olsun, 103.3 FM olsun. Biz başlamışıq və hər birinizə də həftə sonu xoş istirahatlar arz edirik ki, yaxşı, bugün ələxsusda yeri gəlmişə cümə günüdür, cüməniz də mübarək olsun. Bugün hər bir kəs üçün müxtəlif şirkətlərdə, özəl dövlət sektorunda çalışmasına asılı olmayaraq, hər zaman bunu mütəmadi olaraq sizə bir tövsiyə edirəm, bir dost tövsiyəsi edirəm ki, özünüzə bir sual verin, həftəlik hesabat verin ki, mən bu həftə nə etdim, hansı işin öhdəsindən gələ bildim və iş, karyera sizin üçün həm də bir gələcəyə baxış olmalıdır. Mən bu həftə öz işimdə nələr edə bildim, hansı işləri layiqli yerinə yetirdim, hansı işləri isə növbəti həftələrdə görəcəm. İşinizdən zövq alın deyirik, dostlar. Və bugün elə bir mövzudur ki, elə o mövzunun içərisində işə tələsmək, işi sevə-sevə görmək, işindən zövq almaq, iş mühiti, hər şey bunun içərisində var. Çünki mövzumuz belədir ki, şirkətlərin iş mühiti necə olmalıdır? Əgər biz bir şirkətin qapısını döyüb girdiksə içəriyə, işə qəbul olduqsa və o şirkətin ailəsinə daxil olduqsa, artıq oranda bir komand üzvü kimi oluruq, oranın ab-havasına giririk və bizim üçün artıq o bir iş mühitidir, iş həyatıdır. Sizdən də soruşuruq ki, bir şirkətin, ümumiyyətlə şirkətlərdə iş mühiti, ab-hava necə olmalıdır? Qaydalar necə nizamlanmalıdır? Bir şirkətin öz komanda ruhu, şirkətlərdə işçi, rəhbər münasibətlərindən tutmuş işə yanaşma tərzi necə olmalıdır? Bax, bunu sizdən soruşuruq. Hər biriniz bir şirkətdə çalışırsınız. Çalışdığınız şirkətdə ab-hava necədir? Nələrdən narazı qalmışsınız? Hansı bir amilə görə işinizi tərk etmişsiniz? Nələr görmüşsünüz bir şirkətdə ki, o mühit sizi qane etməyib, o mühit sizi yanlış olduğunuzu düşünmüşsünüz və çıxmışsınız oradan. Bax, bu barədə fikirlərinizi bizimlə bölüşün. Bütün bunlar haqqında danışacağıq. 099 810 33 WhatsApp nömrəmizdir. Şirkətlərdə iş mühitindən danışırıq. Necə olmalıdır? Və şəhər telefonlarından zəng edə bilərsiniz. 012 404 31 19 və mobildən 099 301 10 33 ixtiyarınızda. Bizim dəyərli marketinq mütəxəssisimiz və illərdir şirkətlərdə idarə etmə məqamlarında, marketinq işlərində yaxşı bilən işinin peşəkarı Saday Alverov bizimlə bərabərdir. Saday bəy, xoş gəlib, səfalar gətirmişsiniz. Xoş gördük Rüfət bəy, təşəkkür edirəm. Belə gözəl təqdimata görə mən artıq bura tez-tez gələrəm. Təbii ki, qapılar üzünüzə açıqdır. Hər zaman bilirsiniz bunu. Bəli, sevərək dinləyirik. Əminəm ki, hal-hazırda dinləyicilərin əksəriyyəti də mənim kimi fikirdədir. Çox sağ olun. Onları da salamlayıram. Ümid edirəm bizə ayıracaqları bu bir saat hər kəs üçün faydalı olacaq. Çünki yetərincə maraqlı bir mövzumuz var. Bu geniş mövzudur. Hələ bizim hər kəsə də faydalı mövzudur. Bəli. Yəni faydadan ziyadə, yəni biraz yaralı mövzulardır. Hər kəsin bu bir xəyalı, xatirəsi falan var. Yəni istədiyi sözü var. Hər kəs də çalışdığı şirkətdə məmnun olmur. Bu normaldır, reallıqdır, yəni deyək. Yəni hər 5 nəfərdən 10 nəfərə yaxınlaş yolda soruş ki, çalışdığın şirkəti iş mühitindən, iş həyatına razısanmı? Yəni söhbət təkcə maliyyədən getmir. Yəni maliyyə bir kənara, amma oradakı ab-hava, yəni mən hesab edirəm ki, bəlkə də 50% razı olar və yaxud da ki 40% razı olar. Narazı məqamlar var. Yəni bu mühitdə biz də yaşayırıq. Əslində bu məmnuniyyət məsələsi çox faktordan asılıdır və şəxsi fikirlərə əsaslanır, yəni personal bir şeydir. Yəni maddi ola bilər, mənəvi ola bilər, orada sadəcə işi bəyənməyə bilər, amma bütün ehtimallarda necə olmalıdır, əslində bugün ondan danışacağıq. Yəni fərdi seçimləri, fərdi qərarları bir kənara qoyub, əslində bu işlər necə təşkil olunur, bunun struktural, funksional və ümumiyyətlə maddi təchizatı necə olmalıdır? Bir şəxsi
işdən bizim yox, onun öz seçimi olaraq uzaqlaşması və yaxud da bu seçimləri fərd olaraq etməsindən əlavə şirkətlərin burada öhdəliyi necə olmalıdır? Bugün ondan danışaq. Hətta əsas məqamlar burada rəhbər və əməkdaşlar arasındakı dialoqlar, şöbələr arasındakı münasibətlər məncə bariz bugün düzənlənməli olan mövzular bunlardır. Balaca hamısına toxunacağıq. Özünüz bir neçə şirkətlərdə çalışmısınız, özü də ayrı-ayrı sektorlarda. Maraqlı məqam odur. Deməli, çalışdığınız sektor şirkətlərdə belə hallar yəqin ki, rastlaşmısınız. Ən çox nədə bu özünü biruzə verib iş mühitində? Departamentlər arası əlaqədə olub, yoxsa işçi arasında problem olub, yoxsa müdür, işçi heyəti arasında olan problem olub? Nələrdə olub, bax, sizin gördükləriniz? Yəni, bugünə qədər bir neçə şirkətdə, mən özüm də bilirəm, hansı şirkətlərdə çalışmısınız, yetərincə heç sıradan şirkətlərdə çalışmamısınız. O yüzden. Bilirsiniz necədir? Bu, düşünək ki, mənim üzərimdən yola çıxsaq, çalışdığım şöbə rəhbəri, departament rəhbəri kimi pozisiyalarda işləmişəm və təbii ki, bunun bir başlanğıcı var. Təxmini bir 10 illik fəaliyyətim var. Yəni, mütəxəssisdən üzü yuxarı gedən bir yol var. Və hər keçid periodunda, hər növbəti mərhələdə yaşadığınız sıxıntılar ayrıdır. Bunların əksəriyyəti subordinasiya ilə bağlı olur və yaxud da verdiyiniz təkliflərlə, qayğı, dəyər, ədalət, yəni çox faktor var. Məsələn, mən çalışdığım müddətdə, rəhbər olduğum müddətdə bunları hər zaman diqqət etməyə çalışmışam. Hal-hazırda da davam edir bu. Öz subordinasiyasında olan yoldaşlara hər zaman, yəni, biz müvəqqəti işləyirik hər yerdə, belə deyək. Çünki nə qədər ki, öz biznesimiz deyil, bu müvəqqətidir. 3 il, 5 il, 10 il olsa belə müvəqqətidir. Bu periodda qarşılaşacağımız, ünsiyyətdə olacağımız, çalışacağımız hər yerə bir fayda faktoru ortaya çıxmalıdır. Dəyər verməli, dəyər almalıyıq. Yəni, təbii. Bu vermə mövzusu bizdə biraz nisbidir, biz almağı sevirik. Yəni, əsasən, yəni, biznesimizin ən böyük problemi budur. Hər kəs nəticə fokusludur. Yəni, rəhbərlər, şöbə müdürləri, direktorlar, CEO-lar və digər şou əhli adamlar şey gözləyir sadəcə A nöqtəsindən B nöqtəsinin beynində gözləyirlər. B finişdir və o amma A nöqtəsindən B nöqtəsindən gəlməli fikirləşmirlər. Bu ən böyük problemdir, hansı ki, hər kəsi işindən soyudan, motivasiyasını aşağı salan söhbət burada middle segment o stafflardan gedir, mütəxəssis və rəhbər vəzifə, menajer levelinə qədər olan perioddan gedir. Bu periodda hər kəs dinlənilmək istəyir. Yəni, hər kəsin sözü var. Hər kəs öz olduğu pozisiyada nəyisə dəyişmək, nəyisə təklif irəli sürmək istəyir. Bu eşq hər zaman, yəni karyeranızın birinci addımından ta ömrünüzün sonuna qədər yaşamaq istədiyiniz duyğudur. Kimsə sizə eşitsin, kimsə sizə dəyər versin, fikrinizi bilsin və dəyişiklik etməsə belə bir müzakirəyə çevrilsin. Yəni, məsələn, statistik məlumatlar göstərir ki, bəlkə siz məndə də yaxşı bilirsiniz, dinləyicilərimiz daha çox, 30%-ə qədər yəni, əməkdaşların xoşbəxtliyi və işə bağlılığı onların feedback ala bilmələri ilə bağlıdır. Geri dönüşləri. Bəli. Yəni, bu geri dönüşlər də hardan gələcək? Rəhbər şəxslərdən, idarə etmədən gələcək. Şöbədən. Və ən azı onun üzərindəki senior leveldən, yəni onun üzərindəki rəhbərdən gələcək. Yəni, bu subordinasiyada hər zaman dinlənilmə lazımdır ki, və addımlar rahat-rahat irəliləsin. Fikirlər, yenə deyim, burada baxın, mövzu nədir? Geri dönüş edilməsi. Yəni, onun istəyinin icrası deyil, sadəcə onun dinlənilməsidir. Fikirlərin alınıb, müzakirəyə çevrilib, edilməsə belə, dinlənilməsi. Bəli. Bu artıq əməkdaşda dəyər yaradır, yəni. Bəli. Şirkətlərdə o zəncirvari məqamlarda toxunacağıq. Dostlar, şirkətlərdəki iş mühitindən danışırıq və siz də fikirlərinizi göndərə bilərsiniz bizə. Necə olmalıdır şirkətlərdə iş mühiti? Bax, bu barədə fikirləriniz varsa bizə göndərin. 099 810 33. Nəhayət, sonuncu sual. Məbləğ 103.3 manat. Səhər adamlarında ən çox nə eşitmək olur? A bəndi dünyada baş verənlər, B bəndi yeni mahnılar, C bəndi gündəmdə olan mövzular, D bəndi faydalı məsləhətlər. Vaxt getdi. Vaxta ehtiyac yoxdur. Əlbəttə, bunların hamısını eşitmək olur. Bravo! Biz sizi doğru cavabdan yayındıra bilmədik. Siz qazandınız.
Səhər adamlarına qulaq asan hər kəs qazanır. Həftənin 5 günü səhər saat 8-dən 10-a kimi Aysel və Ceyhun'a qulaq asın ki, siz də qazanasınız. Verilişin sponsoru Farfur Home. Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar edəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Baş sponsorlar Sopsan Boya, Deluxe Comment Center, sponsor Agromix Kənd Təsərrüfatı Məhsulları şirkəti. Yeni mövsümdə yeni layihə Arena. Dünya və Azərbaycan idmanında baş verən son yeniliklər. İdmanın şahı olan futbol üzrə Dünya və Avropa çempionatları, Avrokubokların müzakirəsi Arenada olacaq. Bir-birindən fərqli və maraqlı rubrikalar sizi gözləyir. Yarışmalara qatılıb hədiyyə qazanmaq şansımız da olacaq. Bütün bunlar həftə içi 5 gün, gün orta saat 12-dən 13-ə kimi Rüfət Nadirlinin təqdimatında Araz FM-də idmana bizimlə yaxın olun. Baş sponsor Sopsan Boya, sponsorlar Anadolu Tibb Mərkəzi və oftalmoloq cərrah Ruslan Məmmədov. Hazır kompleksdən sərfəli ipoteka şərtləri ilə mənzil axtarırsınız? Elə isə vaxt itirmədən Star Life Residence-ə müraciət edin. Hazır olan kompleksimizdən mənzilləri tək şəxsiyyət vəsiqəsi ilə 15% ilkin ödəniş edib 22 ilədək əldə edə bilərsiniz. Ətraflı Ulduz 4442. Araz Radiosunda reklam vaxtı. Qəlbinizi isidəcək möhtəşəm xəbər. Lüks, prestij, güc Kaminlə başlar. Gözəl anlar, mühüm qərarlar Kamin ətrafında olar. Avropanın keyfiyyətli kaminləri Deluxe Comment Center'də. Deluxe Comment Center, Azadlıq prospektində. 2019-cu ildən fəaliyyət göstərən Agromix şirkəti kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğuldur. Şirkət meyvə-tərəvəz məhsullarını sağlam və təzə formada süfrənizə qədər gətirir və bu işi zövqlə icra edir. Agromix məhsullarını marketlərdən əldə edin və razı qalın. Agromix, təbiətdən süfrənizə. Belə kampaniya olar, Madeira'ya pulsuz gəl, gələn il ödə. Bəli, düz eşitdiniz. Madeira'dan aldığınız istədiyiniz mebeli indi alıb gələn il ödəməyə başlayacaqsınız. İlkin ödənişsiz və 18 ay faizsiz. Tələsin, bu fürsəti qaçırmayın. Madeira, Ulduz 9696. Lassa'dan payız endirimləri başladı. Lassa'nın yeni nəsil performans təkəri Drive sport modelini oktyabr ayının sonuna kimi 15%-ədək endirimlə əldə edin. Bir bank taksit kartları ilə 9 ayədək faizsiz taksitlə ödəyin. Telefon Ulduz 0009. Sağlamsa Lassa. Tam gənc ilə gəncliyini tam yaşa. Komissiya ovçuları tam gənc kartı əldə edərək 2000 manatadək komissiyasız pul köçürür. Ətraflı 937. Sopsan Deluxe kafel və keramika yapışdırıcısı uzun müddətli yapışmada olduqca keyfiyyətli və sərfəli məhsuldur. Hər növ daxili və xarici səthdən mükəmməl yapışmanı təmin edir və dəyişən hava şəraitində möhkəmliyini qoruyur. Deluxe kafel və keramika yapışdırıcısı rahat hazırlanır və istifadəsi çox asandır. Bir sözlə, Sopsan Deluxe-la işiniz usta əllərdə. Məlumat və sifariş üçün Ulduz 4545. Kredit ödənişinizi gecikdirmədən ödəyə bilirsiniz? Əlbəttə, artıq ABB Mobile ilə kreditimi rahat və sürətli ödəyirəm. Heç yerə getmədən və heç yerə tələsmədən. ABB Mobile, sən də yüklə, sən də faydalan. Ətraflı 937. Gialam Avropada bestseller bir marka. Gialam dünyada innovativ bir brend. Gialam Almanya'nın cənubundan doğan bir istehsal. Gialam nihayət ki ölkəmizdədir. Gialam pəncərə və qapıları 74 mm qalınlığında və 6 kameralı hava boşluğuna sahib olması səbəbilə həm beynəlxalq, həm də ki pasiv ev standartlarına cavab verməkdədir. Müxtəlif rəng çeşidlərində Gialam pəncərə və qapılarını ən tez zamanda yalnız bir zəng ilə sizə ən yaxın tərəfdaşlarımızdan əldə edə bilərsiniz. Ünvan Koroğlu
Əmroğlu Rəhimov 22, əlaqə nömrəsi 050 226 66 83. İstehsal Almandan, pəncərə Giyalandan. Sopsan Plus ən etibarlı boya markası Sopsanın çox sevilən məhsuludur. Sopsan Plus daxili divarlar üçün istifadə olunan keyfiyyətli, fərah və ekoloji sağlam boyadır. Mükəmməl örtücülüyə malik və yan təsirlərə dözümlüdür. Divarda rəng seçiminiz nə olursa olsun, Sopsan Plus rahatlıqla silinir və ləkə saxlamır. Sopsan Plus ilə tavanlar daha geniş və bəmbəyaz görünür. Sopsan Plusu 10 il keyfiyyət zəmanəti ilə ölkənin bütün boya inşaat məhsulları mağazalarından rahatlıqla əldə edə bilərsiniz. Sopsan, dünya boyandıqca gözəldir. Ulduz 4545. Araz Radyosunda reklam vaxtı. Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar eləyəcəyik. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın. Biznes mərkəzi davam etməkdədir. Mikrofon öndə mənəm Rüfət. Maraqlı bir mövzumuz var. Artıq dinləyicilərimizdən fikirlər gəlməkdədir. Bəli, biz demişdik ki, bu mövzu elə bir mövzudur ki, bundan yan keçmək olmaz. Şirkətlərdəki iş mühitindən danışırıq. İş mühiti necə olmalıdır? İş mühitinin içinə nələr daxildir? Yəni, iş mühiti dedikdə biz işə tələsməyi, əgər bir şirkətdə çalışırıqsa, işə tələsməyi, evdən işə getməyi həqiqətən arzulamalıyıq. İş mühiti, o gözəl mühit olmalıdır ki, sən işləmək həvəsin olsun, işgüzarlığın olsun və həmçinin də şirkətlərdə iş mühiti, komanda ruhu, işgüzarlıq, müdür, işçi münasibətləri və bütün bunlar şirkətlərdəki iş mühitini əhatə edir. Necə bir mühit formalaşmalıdır ki, o şirkətlərdə hər bir işçi ondan məmnun qalsın, ayrı seçkilik olmasın, istər maaşda, istər vəzifədə, istər yad və qohum, fərq etməz. Ona görə də bugün şirkətlərdə iş mühitində xeyli məsələlər və xeyli problemlər qalmaqdadır. Bir insan görə bilmərik ki, bəzən 5 insandan və yaxud da ki, soruşsaq, bayaq yenə təkrar edirəm ki, onlardan 2-3-ü öz narazılığını bildirməyəcək. Təbii ki, işçilərin də öz nöqsanları var. Bu da qaçılmazdır. Biz də bəzən özlərimizə düşən məsuliyyəti yerinə yetirmirik və yetirmək əvəzinə çalışırıq, başqa bir bəhanələr tapırıq. Onlar da var, elə işçilərimiz də var, elə dostlarımız da var çevrəmizdə. Özümüz də tənqid edirik, mənim də ətrafımda var. Öz işini layiqli görmür və başqa vəzifəyə istəyir ki, mən bu işdən başqa işə, öz gördüyü işi yekunlaşdırmır, başqa işə keçir. Onlar başqa söhbət, amma bugün biz şirkətlərdəki iş mühiti necə olmalıdır? Bax, siz də çalışırsınız, nələrlə rastlaşmışsınız, nə kimi yaxşı, nə kimi pis bir rəftarla, bir mühitlə rastlaşmışsınız, bax, o barədə bizimlə bölüşə bilərsiniz. 099 800 1033 WhatsApp nömrəmizdə yazın, fikirlərinizi gəlsin, zəng edə bilərsiniz, müzakirə də apara bilərik, şəhər telefonlarından 012 404 31 19 və mobildən 099 301 1033 ixtiyarınızdadır. Və qonağımızla da söhbətimizi davam etdirəcək. İstərdik ki, elə dinləyicimizdən gələn sual əsasında quraq, Saday, olar mı elə? Deməli, 45-88-də olan dinləyicimiz salamlayır bizi, siz də salamlayır, qonağımız da salamlayır. Soruşur ki, əmək müfəttişliyi var məncə. Deyir ki, niyə fəhlə və texniki işçilərin iş saatına maraqlanmırlar? Yəni, yəqin ki, iradı var bu barədə, ona görə biraz agresiv bildirir fikrini. Bu iş saatlarına bağlı, şirkətlərdə iş saatlarıyla bağlı məsələdir. Yəqin bu, ümumiyyətlə şirkətlərdə bu iş mühiti ilə məsələlərdən biri də o nizam, intizam, təhlükəsizlik, iş mühiti, iş saatı çox önəmlidir. Bəzən biz də görürük ki, kimsə vaxtına gedir, kimsə, nə bilim, artıq saxlamağa cəhd edirlər, çalışırlar, belə məqamlar var. Bir adama 5 iş tapşırırlar, bir maaş verirlər. Bu da var. Təbii ki, o adam da demir, çünki ehtiyacı var ona. Amma buradan həmin iş adamlarına səslənirik. Heç olmasa yazığınız gəlsin o adamlar. 5 iş yox, heç olmasa bir əlavə, bir ikinci iş tapşırın ki, o görə bilsin. Həm də işlərin keyfiyyəti olmayacaqsa da. Yəni, bir adama 5 iş tapşırmaq olar mı? Əslində, daha ağlamalı mövzulardan biri də budur. Hətta, yəni, çoxdur. Biri budur. Ağlayırıq, yəni. Mövzu da niyə belə? Çünki gücün kimdə əlində olması çox önəmlidir. Güc kimdədir? Baxın, dinlənilmədiyiniz üçün, bayaq həmin mövzunu bura bağlasaq, dinlənilmədiyiniz üçün avtomatik güc sizdə olmur. Sizi dinləməli olan əslində güc sahibidir.
Yəni sahibi sizin üzərinizdəki şəxsdir. Dinləmirsə deməli biz gücsüz qalırıq. Gücsüz qalırıq və bu halda nə edirsiniz? Artıq daha xoşbəxt olacağınız, özünüzü dinləyəcək və yaxud da mövcud enerjinizi daha yaxşı sərf edəcəyiniz yeni mühitlərə keçirsiniz. Yəni paralel keçid edirsiniz. Və nə olur? Nəticədə nə siz formalaşmamış olursunuz, nə o şirkət sizi qazanmamış olur, nə də siz öz qabiliyyətlərinizi çıxara bilmirsiniz. Çünki gedəcəyiniz mühitin bundan yaxşı olmasını kimsə garanti edə bilmir. Bəli, verə bilmir. Belə bir mühitdə ümumiyyətlə problemlər daha belə qloballaşanda birinci istəyirsiniz bu mövzuya qədər. Baxın, bu işçilərin texnik iş saat məsələsi var. Bu mövzulardan biridir əslində. Bəli. Dəyərsizlik faktoru. Məsələn, Çinlilərin bir gözəl söz var. Deyirlər ki, gözəl deyil, nisbi, ironik deyirəm. Yəni adamlar deyir ki, uğurlu şəxslərin arxasında uğurlu şəxslər dayanır. Yəni şəxsin, daha doğrusu belə deyək, şəxsin arxasında şəxs var. Və uğuru bir növ şəxsə fokuslayırlar. Yəni bu şəxs uğurludursa, demək ki, bu bizə lazımdır. Amma bu dəqiqə ölkədəki bizneslərin böyük hissəsi bu məntiqlə işləyir. Yəni şəxsə bağlıdırlar. Amma unutmamaq lazımdır ki, bir uğurun ortaya çıxması üçün bir zəncirvarı münasibətlər şəbəkəsi var burada, yəni. Bəli. Bu ən dibdən ən yuxarıya. Yəni məsəl üçün istehsaldırsa, xam malından, hansı ki onu fiziki daşıyan şəxsindən sonda onun müqaviləsini bağlayan o satış direktoruna deyək, şəxsə deyək, o şəxsə qədər olan hər kəs iştirak edir bu prosesdə. Amma bu dəqiqə rəğbəti kim görür? Sonuncu müqaviləni imzalayan şəxs. Bir növ hücumçu kimi düşünün də bu şəxsi. Amma izah edilməlidir ki, axı qapıda duran var. Pası atan var məsələn. Bəli. Elə sizin bir hissədə futbolla bağlıdır, görürsünüz yəni. Yəni bu adamlar durmasa, topu tutmasa, qarşıdan gələn zərbələri biri qarşılamasa, yəni öndəkinə top atan olmasa, o zaten qolu vura bilməyəcək yəni. Bunu anlamırıq. Bunu anlamalı olan şəxslər əslində iki şəxsdir. Bir şirkət sahibləri, təsisçilər və onların yerinə təyin edildiyi direktorlar. İcraçılar, direktorlar, söz sahibinin, ya ən güclü, belə deyək. Və digəri isə şirkətlərə əməkdaşı tapmalı olan şəxs. Yəni hansı ki, mövcud pozisiyaları, mövcud vakant yerləri dolduracaq olan şəxslər. Bunlar işə götürənlərdir, kadr üzrə direktorlardır, daha doğrusu insan resursları üzrə rəhbərlərdir və yaxud da sadəcə menecer ola bilər. Yəni bu şəxsdir. Çünki burada cari vəziyyətdən bir problem bilirsiniz nədir? Ofis şəraiti təşkil olunur, iş qurulur, işin necə icra olunacağını qururlar. Daha sonra orada işləməli olan rəhbəri, şöbə rəhbərini, departament rəhbərini təyin edirlər. Hətta deyim ki, işçiləri belə götürürlər, sonra şöbə rəhbərini çağırırlar ki, gəl, otur. Və bu adam komandanı özü qurmur, strukturu özü qurmayıb. Prosesləri özü bilmir, bələd deyil, yəni özü qurmayıb. Çünki bu adam təcrübəli birini gətirirsiniz, rəhbər edirsinizsə, bu adamı güvənməlisiniz. Birinci o şəxs tapmalısınız ki, bu şəxs gəlir, mövcud proseslərə uyğun əməkdaşlar. Şöbə rəhbərinin öz komandası özü təyin edir. Özü amma bizdə əksinədir. Rəhbər özü təyin edir, sonra şöbə rəhbərsi dediyiniz təyin edir ki, gəlib bunlara mənim gətirdiklərimə rəhbərlik ilə. O da ondan işləməyəcək. Bəli, nəticədə nələr baş verir? Əziyyət çəkən şöbə rəhbəri və dolayısıyla şirkət olur. Çünki niyə? Ümumiyyətlə, HR-larımızın, yəni insan resursları üzrə nümayəndələrinin bir əsas funksiyası nədir? Vakant yerlər doldurmaq. Doldurdu, bitdi. Yəni yaxşı pis doldurdu, getdi. Doldurdu, bitdi, yəni bu qədər bəsit. Amma bu deyil axı. Onun işə nə qədər uyğun olmağı, bir periodu, məntiq budur, olmayacaq çıxardacaq. Deyil. Resurs itirir şirkət, zaman itirir, maliyyə itirir. Orada olan insanlar artıq karyeralarından müəyyən qədər zədə alırlar. Gör neçə zaman gedir. Bir vakant yer üzrə təyinat olur, onu dinləmələr, neçə ay çəkir, insan resursları məşğul olur, rəhbərliyi məşğul edir, gedir, sənədləşmə, bu 2-3 aydan sonra həmin işdə yerinə çıxır. Bəli, baxın, bu həmin yoldaşın vaxtla bağlı şikayətlənməyi də dolayısıyla buna gəlir çıxır. Çünki niyə? Proseslər düzgün təşkil olunmur. Prosesi quran adamlar əslində prosesdə iştirak edənlər deyil. Bu belə olmamalıdır. Prosesin başına o işi icra edəcək şəxs öncə gətirilir. Bu kimi dinləyicilərimizin fikirlərində nə əsaslanır ki, nə deyirlər ki, bunu işləməlisən deyirlər əlavə vaxtda, yoxsa necə? Yəni, əslində hə, cari vəziyyətdə belədir. Amma kobud desək belədir. Kobud desək belədir, yəni. Xüsusən, baxın, belə deyək, subordinasiyanın üzü aşağı gəldiyimizdə dəyər faktoru getdikcə azalmağa başlayır. Çünki şirkətlərimizin çoxunda gücə dəyər verilir. Yəni, nə qədər yuxarıya qalxdığınızda sözünüz daha kəsərli, gücünüz daha güclü olur. Yəni, bu reallıqdır, insan faktorudur. Çünki hər biznesdə rol oynayan şəxslərdir. Yəni, sistemlər və strukturlar deyil. Bu, bizim cari vəziyyətdə bütün şirkətlərimizdəki ən böyük problemdir. Üzü aşağı getdiyimizdə isə, dediyim kimi, həmin o pozisiyalarda
ki, yəni açar pozisiyalarda oturan şəxslər o adekvatlıqda deyillərsə, onlar da təyin olunmuşlarsa, seçilməyiblərsə, yəni belə yoldaşlar çox olacaq. Məsələn, bu insanın dərdi dinlənilməlidir. Oturub müzakirə olunmalıdır. Dərdi dinlənilmir ki, bizə də hətta bizə bəli, belə olmamalı. Bu daxili məsələdir. Bu şirkətin problemidir. Məsələn, o çağırılmalı. Niyə bu qədər işlədilir? Niyə işdən əlavə qalır? Bunun həll yolu illaki vardır. Demək ki, ya iş yükü çoxdur, ya iş düzgün təyin olunmayıb, ya logistika və ambar. Belə başa düşdüm ki, texnik əməkdaşlarıdır. Yəni, bunlar arasında hansı diyaloqlar yerində deyil, ya padratçı, hansı ki, məhsul təmin edən şəxs düzgün işləmir. Bu oturub müzakirə olunub həll ediləndir. Yəni, yer üzündə elə bir məsələ yoxdur ki, müzakirə olunaraq həll edilməsin. Hələ biznesdir. Mən elə başa düşdüm ki, 15 nəfərin görə biləcəyi işi 5 nəfərə gördü, bir şey yekunlaşdırırlar və belə bir problemlər gəlib çıxır. Yəni, belə problemlər mən düşünmürəm ki, balaca şirkətlərdə baş verir və yaxud da orta şirkətlərdə. Belə şirkətlər daha çox, belə deyim, əməkdaşı çox olan şirkətlərdə baş verir. Niyə? Çünki idarə olunmanı itirilir bir yerdən sonra. Əməkdaş sayı çoxdur. Tam nəzarət eləmək olmur. Tam nəzarət eləmək olmur. Oturmuş sistem olmadığı zaman tamamilə bərbad olur hər şey. Rəhbərliyin çox məsələdən xəbərdar olmuş. Yəni, bilirsiniz necədir? Maaş da gecikə bilər. İş saatından artıq da işlənilə bilər. Demirəm yaxşıdır və s. Bu ikinci məsələdir. Olur, günümüzdə bunlar yaşanır. Gördünüz? Force major hallar yaşandı. 3 il heç kəs işləmədi. Bəli. Hər yer bağlandı. Bu şirkətin cari vəziyyətlə də bağlı ola bilər. Amma əməkdaşa elə bir orada dəyər qatıla bilər ki, əməkdaş bundan narazı olmaya bilər. Neyniyək, qismət deyə bilər məsələn də. Yəni, bu yaxşı hal deyil, yenə deyirəm. Amma qurulan diyaloq, adam sən orada 2 il işləmirsən, 2 il qazanmısan, evinə çörək aparmısan, 2 ildən sonra bir müəyyən sıxıntıya gəldiyində artıq sən də bir güzəşt edirsən özündən. Bir mənəvi məsələdir artıq bu. Bəli. Yəni, məncə davam edəcək digər fikirlər də var. Davam edəcək və insan resursları barədə də mən danışacağam və bir dəm də, yəni mənim özüm də bu günə qədər yaşadıqlarım bir mühitlə bağlı fikirlərimizi bölüşəcəyik. Təbii ki, dostlar, mənim də məlumat verim sizə ki, Qafqazın və Azərbaycanın ilk boya fabriki Sopsan boya. Çox peşəkar bir komandası var. Dəfələrlə gedirəm və yenə də ora getmək istəyirəm. Həqiqətən də işinin ötəsindən gələ bilən peşəkar komandadılar Sopsan boya. Sopsan boya həmçinin sizə Sopsan izolastop da təqdim edir dostlar. Sopsan deməli izolastop, şirin su övzələri, daimi su saxlanan hovuzlar, binaların bünövrəsi, sanitar qovşaqlar, beton, suvaq səthlər, bir sözlə su sızmasının qarşısını almaq üçün tələb olunan hər yerdə Sopsan izolastop sizin köməyinizə çatacaq. Sopsan izolastopda deməli nəmdən müdafiədə də çox güclü istifadə edə bilərsiniz. Ulduz 45-45 də əlaqəsi saxlayın və sizin elə əsl kamin almaq dönəmidir. Mövsümdə onu deyir, elektrikli, odunlu, qazlı və etanollu kamin almaq istəyirsinizsə yolunuzu Deluxe Kamin Centrə gedin. Yolunuzu oradan salın. Deluxe Kamin Centr Azadlıq prospektində yerləşir. Mükəmməl kaminlərdə evinizə gözəllik qatan kaminlər ilə Deluxe Kamindədir. 012 449 41 30 və 050 252 0216 ilə əlaqə saxlayın və cibinizə də uyğun kaminlər elə Deluxe Kamindədir. Agromix şirkətindən danışım. Hər bir kəs sağlam, təzə və orqanik kənd təsərrüfatı məhsulları əldə etmək istəyir və Agromix də bunu sizin üçün təmin edir və bütün marketlərdə də var. Alın və razı qalın. Agromix, təbiətdən süfrənizə. Təşəkkürlər Agromixə. Davam edirik və bizə yenidən bir dinləyicimiz yazmışdı. 96-74-dən olan dinləyicimiz yazıb ki, qonağınızı və sizi salamlayıram. Saday bəyin fikirləri, baxın, sizi dəstəkləyirlər, maraqlıdır, yazıblar, əla. Bəli, biz elə belə qonaq çağırmırıq ki. Ona görə mən dedim ki, illərin təcrübəsi, bəli, biz verdikimizə dəyər qatırıq. Baxın, bu işdə də bir dəyər var. Saday, mən də gəlib, belə deyək də, loru dildə desə, kobud desə, işimi yola verib gedə bilərəm. Amma bunu etmirik. Niyə görə? Bizim faydamız olmalıdır. Biz belə oxumuşuq və belə öyrənmişik. Bizə dərs keçən, təcrübə keçənlər də belə olub. Və biz də hansı şirkəti özümüz tərk eləmişiksə, və mən indi deyirəm, düz eləmişik. Hansı şirkəti tərk eləmişik, hansı şirkətin belə çətin günündə də olsa tərk eləmişik. Niyə görə? Çünki bizə dəyər verilməyib. Çalışmışıq, belə deyək də, ən yaxşısını etməyə çalışmışıq. Buradan indi qoy dinləsinlər bizi, mənim çalışdığım şirkətlər CEO olmuş, rəhbər olmuş, icraçı olmuş, fərq etməz. Və onlara da buradan elə səslənir ki, işçinin qədrini bilin, işçinin dəyərini bilin.
və bir təklif edəndə onu dəyərləndirin, ona qiymət verin. O işçiyə hörmət edin. Hörmət etməyəcəksiniz və bugün də həmin şirkətlərin bəzilərini biz görürük hansı vəziyyətdədir. Çox təəssüf olsun. Bəli, 96-74-dən olan dinləyicimiz sualı var. Deyir ki, sualım ondan ibarət olacaq ki, şirkətlərdə qərar vermək mövqeyi hansı həddə qədər rəhbərlərdə olmalıdır? Maşallah, bəzən elə şirkətlərdə bir sözü 5-6 rəhbər olur. Adam bilmir sözü hansına desin. Hə, belə də olur da yəqin ki. Yəni bürokratiya məncə yavaş-yavaş azalır, amma hələ də onu qoruyan, ona sadiq qalan, onu sevən, yəni canla, qanla şirkət və ümumiyyətlə şəxslər var, yəni şirkətlər deyil. Bunlar sevirlər bürokratiyanı. Niyə? Bilmirəm, ortada sənət-sünət çox fırlananda, belə dolananda daha doğrusu və çoxlu imzalar baş verəndə hər kəs işlədiyini zənn edir. Halbuki bir satış baş verir, yəni. Bir məhsul satırsınız, bəlkə də onun dəyəri heç, yəni bir əməkdaşınızın əmək haqqı belə deyil, amma onun alınması, müştəriyə çatması çoxlu prosesdir. Hər kəs qərar vermək istəyir, hər kəs yəni gücün onda olduğunu hiss etmək istəyir. Çox boş mövzulardır bunlar əslində. Çünki işləmək istəyən insanlar üçün hər şey elastikdir. Yəni xüsusən bu rəhbərlərdən qaynaqlanmalıdır. Mən heç vaxt elə olmamışam. Məni tanıyan, mənlə işləyən və ümumiyyətlə mənim çevrəmdə elə insanlar çoxdur. Hansı ki, hər birilə də yoldaşlıq edirik. Təbii ki, sizin kimi və sizin tanıdığınız insanlar kimi. Mövzu necədir? Səlahiyyətlər, belə deyim, ala bildiyiniz inisiativlə bağlı bir məsələdir. Baxın, özgüvəniniz, inisiativiniz və qabiliyyətlərinizin məcmusudur. Mən çalışdığım şöbə ilə bağlı, məsələn, bugünə qədər şöbə, departament və yaxud da tək mütəxəssis olduğum, mənə verilən öhdəlik nə olubsa və yaxud da indi çalışdığım insanlara da onu aşılayıram ki, siz öz vəzifənizin ağasısınız. Yəni, onun hər şeysizsiniz. Siz mütəxəssis olsanız belə, sizə 3 iş təklifi təşkil olunub, yəni, daha doğrusu təhkim olunub. Bu kağızı buradan götürüb bura vermək. Və yaxud da hər gün sadəcə işə tez gəlib bu yerinizə oturmaq. Yəni, bu yer ağası sizsiniz. Bəli. Yəni, bu özgüvənə gəldikdən sonra artıq siz təklif də irəli sürə bilirsiniz. Artıq siz işin bir parçası olduğunuzu hiss edirsiniz. Yəni sadəcə kiminsə uğurunun necə deyim, təkəri kimi hiss etməyin də, bunun parçası kimi hiss edin. Yəni yerdə qalmamısınız. Siz sadəcə bu uğurda bir payın sahibisiniz. Bəli. Bu da bildiyiniz qədərlə, yəni dediyim kimi aşılanmalı mövzudur. Sizə kimsə bunu aşılamalıdır. Yəni bu da rəhbərdən irəli gəlir. Yəni o şəxs sizi hür iradənizin ortaya çıxmağına, söz sahibi olmanıza, öz güvəninizin yerinə gəlməyinə şərait yaratmalıdır. Bu da, yenə deyirəm, dinlənilməklə və ümumiyyətlə dinlənildikcə, insan danışdıqca fikirlər yaranmağa başlayır. Proseslərdə iştirak elədikcə və yaxud öz qəlibindən çölə çıxmağa başladıqca. Mən hər zaman bir qəlibə soxulmanın əleyhinə olmuşam və çalışdığım mühitlərdə də, məsələn, mənim əgər işim marketinq olubsa və mən logistikada hər hansı bir axsama hiss edirəmsə, bununla bağlı təklifdə çıxış etmişəm. Və hər zaman da bunu təklif edirəm. Gördüyünüz bir məqam varsa, işlərimizi hər hansı bir şöbə daxilində və yaxud hər hansı prosesdə yaxşılaşdırılmasını istəyirsinizsə, gəlin bunu təklif edin. Mən açığam bu mövzuya. Və yaxud da başqa şöbələrdə də kimsə mənə irad bildirəndə bunu ignor etmirəm və yaxud da bu mənim egoma dəymir. Niyə? Çünki mən ego ilə yoğrulmamışam. Çalışa-çalışa bir yerlərə gəlmişik. Təyin də olunmuruq heç vaxt. Bu belə bir mövzudur. Mövzudan ümid edirəm. Sualdan yayınmadı. Digər fikir də var. 75-17-də yazıla sizi və qonağınızı salamlayıram. Salamlar göndərilə təşəkkür edirik. Saday bəy, əməlli başlı bizim dinləyicilərimizin belə qəlbinə yol tapması necə lazımdır. Yazılar ki, obyektiv fikirlərini dinləmək çox xoşdur. Sualı var, motivasiyamızın düşməsi şirkətin şəxsi problemlərindən qaynaqlanan səbəblərdəndirsə əgər. Rəhbərliyin bu səbəbləri həll etmədən nəticə gözləməsi düzmüdür? Məhsul əksikliyi, stok vəziyyəti buna daxildir. Bu belə bir mövzudur ki, yenə deyirəm. Münasibət əsaslı bir. Bayaq o yoldaş var idi, hansı ki, deyir ki, mən işdən çox işləyirəm. Zamanımın çox hissəsi burada qalır. Və yaxud da mən bunun kənardan görülmədiyinin fərqindəyəm. Ümumiyyətlə, KPI mövzusu var. Yəni, əməkdaşın performansının dəyərləndirilməsi. Bəli. Mənim bir uzun illər əvvəl yanında, yəni belə deyim, əməkdaşı olduğum bir gözəl insan var. Onun çox gözəl bir sözü var idi. O deyirdi ki, iş mühitində vicdandan çox ədalət olmalıdır. Yəni, vicdan faktoru başqa bir mövzudur. Yəni, personal bir şeydir. Bəli. Ədalət isə belə qlobal bir məsələdir. Hər kəsə ədalətli davranılmalıdır. Və bu da yenə yuxarıdan
tənzimlənən bir məsələdir və yaxud da sizin özünüzdən tənzimlənən bir məsələdir. Şəxsin ədaləti nədir? İşə vaxtında gəlməyi, ona verilən öhdəliyin düzgün icra olunması, zamanını boşa keçirməməsi və həqiqətən verilən əmək haqqını haqq etdiyi hissini yaşamasıdır. Bəli, tam doğru. Bəli, budur. Buna gəldiyiniz, əminsiniz ki, siz boşluq yaramamısınız, yaşamırsınız və etmirsinizsə və həqiqətən problemlər sizdən yox, üçüncü tərəfdən asılıdırsa, artıq bu levelə keçirsiniz, bu mərhələyə keçirsiniz. Burada bunun müzakirəsi artıq kimlə edilməlidirsə, onunla edəcəksiniz. Məhsul və digər proseslərlə bağlı problem yaşayırsınızsa, təklif irəli sürəcəksiniz. Deyəcəksiniz ki, baxın, obyektiv olaraq bunun hesabat formasında, bunun müştəri sorğusu əsasında, bunun yəni sübut yolları var, belə deyək. Bunu sunacaqsınız. Çox rahatdır. Çıxış edəcəksiniz. Hələ sizə söz haqqı verilirsə. Bir. Və bunun həll yollarını təklif edəcəksiniz. Müəllim, malımız yoxdur. A şirkətdən alıb verə bilərik. B variant alıb gətirə bilərik. C variant özünüz istəyir. Bəli. Əməkdaş bunların hər birində çıxış elədikdən sonra, bunların hamısında əgər bloklanırsa, bundan sonra artıq xoşbəxt olmama moduna gələ bilər. Artıq ikinci bir iş axtarma moduna gələ bilər. Haqlıdır, cari vəziyyətdə belə problemlərimiz çoxdur. Amma düşünürəm ki, yavaş-yavaş bunlar aradan qaldırılacaq bu məsələlər. İnşallah. Şəf eləyək, düzələcək. Görək də, yaxşı olacaq. Aslan bəy yazır ki, iş mühiti bilirsiniz necə olmalıdır. Səhər evdən işə getməyə tələsəsən, onu da deyərəm ki, iş. Mən 3 il öncə ayrıldığım bir şirkət haqqında yazacağım. Özüm təxminən 5 ay işlədim. 3 il öncə ayrılıb bu şirkətdən və özü də 5 ay işləyib burada. Amma elə bildim ki, 5 ilim getdi. Gör necə ay işləyib burada. Şirkət daxilində nə qədər qruplaşma, müdirin yaratdığı mənasız mühit, ondan buna çatdırma, bundan ona çatdırma, müdirə xəbər ötürmələr, özdə müdirin istəyi ilə. Kimin şirkətdən maaşı qalxırdısa bilirdi ki, o adam müdir üçün hələlik önəmli adamdır. İnan ki, işsiz qalmamaq üçün o 5 ayı çalışdım. Evdən işə getməyə ayağım belə gəlmirdi. Nəhayət ki, rahat iş tapıb çıxmışam. İndi restoran işindəyəm. Bura yaxşıdır. Müdürümüz də türkdür. Tələbkar olsa da işçini sevən və ayrı seçkili salmayan adamdır. Biz də tələblərə uyğun çalışıb evimizə halal pulumuzu aparırıq deyə Aslan bəy yazmışdı. Azər bəy yazır ki, bir şirkətin uğuru təkcə onun layihələri, nə bilim, pulu ilə ölçülmür. İnanın ki, o şirkətdə komanda ruhu olmasa, o şirkətdən uzaqdır. Kollektivdə mehribanlıq, gülərüzlü və səmimiyyət çox önəmlidir. Mən deyərdim ki, elə işin yarısıdır. Kərim yazıb ki, şirkətdə rahat mühit bilirsiniz necə olur. Müdürlə işçi arasında olan mühit. Mənə görə müdür nəzakətli, qayğıkeş olmalı, işçisinə dost kimi olmalı. Amma həddi də keçilməsinə imkan verməməlidir. Əgər o nizamı qoruyub saxladınsa, o iş sənindir. Yoxsa qohum gəldi, müdür onun dediklərini inanıb əziyyət çəkən işçini göydən yerə vurdusa, kül o şirkətin başına. Vay vay. Deyir ki, belə müdürlə işləməsək də ondan yaxşı. Dostlar, fikirlərinizi bizə göndərin. Qısa bir reklam fasiləmiz var. Ondan sonra buradayıq. Araz Radiosu sizə can sağlığı arzulayır. Sağlamlığınızla bağlı bütün sualların cavabını peşəkar həkimlərdən öyrənin. Məsləhətlərimiz həftə içi hər gün saat 16-dan 17-yə kimi sizin doktorda. Qulaq assanız məsləhətdir. Qulaq asmasanız da canınız sağ olsun. Sizin doktor. Əsas can sağlığıdır. Sponsorlar: plastik cərrah Cəmilə Hüseynova, saç xəstəlikləri üzrə mütəxəssis həkim trixoloq Xatirə Şirəliyeva və Xətai Estetik Klinikası. 2 il ərzində minlərlə birbaşa telefon bağlantısı və sosial şəbəkə üzərindən müraciətlər. Saysız hesabsız WhatsApp-a göndərilən səsli və yazılı ismarışlar. Müraciət və zənglərinizi qəbul edib, problemlərinizi onların həlli ilə qovuşdurduq. Amma bu hələ yolun yarısıdır. Həftənin 5 günü saat 2-dən 4-ə qədər bir zənglə qəbula düşün. Qəbul vaxtı Elnarə Sadıqovanın təqdimatında Araz FM-də. Düzgün vaxt, düzgün seçim, düzgün məsləhət, düzgün hərəkətdə olanlar hər zaman uğur qazanır. Yol hərəkəti qaydaları və avtomobillərlə bağlı ən düzgün məlumatları bizdən alacaqsınız. Düzgün hərəkət. Həftə içi 5 gün. Axşam saat 5-dən 8-ə kimi. Hüquqşünas Ərşad Hüseynov və aparıcı Elgün Xıdırovun təqdimatında Araz Radio 103.3 FM-də. Verilişin baş sponsoru
Soliton mağazalar şəbəkəsi. Xüsusi sponsor Total Quartz mühərrik yağları. Sponsorlar Kapital Bank və Lassa təkərləri. Dadlı yeməklər, rahat istirahət, qayğısız atmosfer və möhtəşəm akustika arzulayanlar. Sizə ailəvi bir məkan təqdim edirik. Şounun aparıcıları isə Ağa Kərim və Gülnardır. Yox, bu restoran reklamı deyil. Araz Radioda Dadlı Şov verilişinin anonsudur. Yenidən başlayırıq. 17 oktyabrdan etibarən həftənin 5 günü saat 10-dan hamınız dəvətlisiniz. Sponsorlar Kamar halal ət və ət məhsulları və Yaponiya istehsalı Mizuha diş fırçaları. Türk inşaatçısı Aral Group gələcəyimizin sağlam bünövrəsini yaradan müəllimlərə və ailə üzvlərinə 1 oktyabr 10 noyabr tarixlərində Greenville Residence-də ipoteka ilə mənzil alarkən ilkin ödənişə 5000 manat hədiyyə edir. Ətraflı məlumat üçün Ulduz 4242. Araz Radiosunda reklam vaxtı. Qəlbinizi isidəcək möhtəşəm xəbər. Lüks, prestij, güc Kaminlə başlar. Gözəl anlar, mühüm qərarlar Kamin ətrafında olar. Avropanın keyfiyyətli kaminləri Deluxe Kamin Center'də. Deluxe Kamin Center, Azadlıq prospektində. 2019-cu ildən fəaliyyət göstərən Agromix şirkəti kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğuldur. Şirkət meyvə-tərəvəz məhsullarını sağlam və təzə formada süfrənizə qədər gətirir və bu işi zövqlə icra edir. Agromix məhsullarını marketlərdən əldə edin və razı qalın. Agromix, təbiətdən süfrənizə. Sopsan keyfiyyət deməkdir. İstənilən növ daxili və fasad, dekorativ, antibakteriyal boyalar, lak və yapışdırıcılar Sopsanda. Məhsullarımızı bol çeşid və sərfəli satış şərtləri ilə bütün boya ticarət obyektləri və sopsan.com saytından əldə edə bilərsiniz. Ulduz 4545. Tam gənc ilə gəncliyini tam yaşa. Keşbek dostları tam gənc kartı əldə edərək 5%-ədək keşbek ilə alışverişlərindən zövq alır. Ətraflı 937. 10 manata mənzil qazanmaq olar? Bəs avtomobil? Bir bankla olar. Bir bank kartları ilə ən azı 10 manat ödəniş et, lotereyaya qoşul. 2 otaqlı təmirli mənzil, 2 ədəd Toyota Corolla, 10 ədəd MacBook Air və 10 ədəd iPhone 14 Pro kimi hədiyyələr qazan. Kartla hər ödəniş sənə bir şans, bir bank tətbiqində isə 2 şans qazandırır. Ətraflı məlumat və sifariş üçün birbank.az. Bir bankla olar. Delisiyem bir teksin, aşığıyem saçlarımın, bu sihirli seçimin, silinmez o tersine bir an, güzel bir teksin, aşığıyem ben artık. Vitex keratin şampunları. Özünə güvən saçlardan başlayır. Kommunal, mobil və internet ödənişləri unutmadan zamanında ödəyə bilirsiniz? Əlbəttə bilirəm. Çünki telefonuma ABB Mobile yükləmişəm. Artıq bütün növ ödənişlər ABB Mobile'da avtomatik şəkildə ödənilir. Üstəlik, ilk avtomatik ödənişdən 1 manat dəyərində fayda qazanacaqsınız. ABB Mobile. Sən də yüklə, sən də faydalan. Ətraflı 937. Araz Radiosunda reklam vaxtı. Fərqli və müxtəlif iş sahələri, mütəxəssis rəyi, şirkət nümayəndələri və iş adamlarının iştirakı, faydalı müzakirələr biznes mərkəzində. Dünyaca məşhur milyarderlərdən söz açıb, biznes sahələri üzrə yeniliklərdən xəbərdar eləyəcək. Həftə içi 5 gün, 13-dən 14-ə kimi Rüfət Nadirli ilə biznes mərkəzinə qatılın. Biznes mərkəzində qalın.
Biznes mərkəzinin son dəqiqələrini yaşayırıq bugünlük və bu həftəlik və dostlar, yenicə qoşulanlar hər birinizi bir daha salamlayırıq və mövzumuz bugün yaxşı mövzu apardıq şirkətlərdəki iş mühitindən danışdıq və son fikirlər var bizə göndəriblər dostlar. Ümid yazır ki, mən özüm sahibkaram, təxmin 10 ildən çoxdur qida sektorundayım, özümün işçi komandam var, çox dəyərli komandam və sexim, ofisi mühitinə qədər varımdır. Hər bir işi yaratmışam, sevinirəm ki, 1-2 nəfəri üzürlü səbəblə çıxsaq, heç bir işçi dostumuz bizi tərk etməyib. Mən bu halıma görə komandama təşəkkür edirəm, çörəyi belə qazanarlar deyir Ümid. Yaxşı fikirdir, əladır, alqışlara saldı mən deyərdim, az hallarda gördüyümüz məqamlardandır. Hüseyin yazır ki, Rüfət bəy, mən bir zavodda işləyirdim, zavodun müdürünü ancaq iclasdan iclasa görürdü. Yaxşı ki, iclasa görülmürsən. 5-6 nəfər ətrafında olan adamlar idarə edirdi oranı. Onlara da nə sərf edirdi, onu edirdilər. Bir qərarı 5 nəfər deyirdi bizə, bir yerin nə qədər müdürü olar. Hüseyin yazmışdı bunu dostlar və fikirləri tam olaraq səsləndirdi. Belə qalan fikirlər olmadı və mən istərdim ki, bu arada indi bir sual təqdim edəcəm bizim Saday dostumuza və onunla da həm fikrini izah edəcəm, onu da bugünlük yekunlaşdıracaq. Onsuz da Saday tez-tez biz efirimizdə görəcək və bizi gəlib tez-tez ziyarət edəcək. Mən sizə tövsiyəm var dostlar, əgər evinizə kamin almaq istəyirsiniz, əsl kamin ətrafında oturub ailənizlə belə qəşəng səmimi söhbət etməyin vaxtıdır. Kamin almaq istəyirsinizsə yollanın Deluxe Kamin Centrə. Növbə-növ kaminlər, cibinizə uyğun kaminlər, evinizi gözəlləşdirən kaminlər Deluxe Kamindədir. Dostlar, Deluxe Kamin Center, Deluxe Kamin deməli Azadlıq prospektində yerləşir. 012 449 41 30 və 050 252 0216 ilə əlaqə saxlaya bilərsiniz. Evinizə boya lazımdırsa seçiminiz Sopsan boya olsun. Təkcə bizim deyil. Elə ustaların da seçimi Sopsan boyadır. Çünki Sopsan demək keyfiyyət deməkdir. Ulduz 45-45 ilə əlaqə saxlayın. Evinizə kənd təsərrüfatı məhsulları, organik, sağlam kənd təsərrüfatı məhsulları gətirmək istəyirsinizsə, Agromix'in məhsullarını axtarın marketlərdən, tapın və razı qalacaqsınız. Agromix, təbiətdən süfrənizə. Və bizim dəyərli Saday qardaşımız, insan resurslarına biz danışdıq. Təbii ki, onu arada bir mövzu edəcəyik. Necə bir iş mühitində belə bir məsələni, insan resursları, bəzən elə olur ki, şirkətlərdə son 2 dəqiqə vaxtımız var. Toparlayaq, necə? İnsan resursları deyirik, amma biliyorsunuz ki, şöbə deyir bir nəfər o işə baxır, yəni haradadır şöbə tapa da bilmirik. Yəni o biraz işçinin seçimində, obyektivlikdə, vaxt məsələlərində bir balaca suallar yaranır. Şübhə yaranmır, suallar yaranır. Əslində bayaq dediyimiz, toxunduğumuz mövzudur. Məqsəd sadəcə hər zaman o vakant yerin doldurulması olmamalıdır. Doğru əməkdaşın tapılması olmalıdır. Bəli. Məsələn, mən heç vaxt ona görə bəzən olur, balaca şirin konfliktlərimiz də olur, hansı ki kadrlar üzrə, yəni insan resursları üzrə ki, niyə? Mən doğru əməkdaşı tapmayana qədər o vakant yeri açıq saxlayıram. Və yaxud da o vakansiyanın elanını açıq saxlayıram. Çünki bilirəm, mən önümü görürəm, mən nə edəcəyimi bilirəm və necə insanlarla edə biləcəyimi bilirəm. Bu da yəni mövcud hədəflərlə bağlı məsələlərdir. Mən sadəcə mövzunu belə toparlaya bilərəm ki, insan resurslarında çalışan çox dostumuz var, xətirləri də əzizdir. Sadəcə balaca xahişim o ola bilər ki, doğru insanları sadəcə təyin edin. Bu söhbət birinci şəxslərdən gedir. Söhbət menecerlə verir və onun üzərindəki rəhbər şəxslərə qədər. Onlar zaten işi quracaqlar. Yəni sizin fokusunuz sadəcə bu olsun. Onların altında olacaq, daha doğrusu subordinasiyasında olacaq mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, böyük mütəxəssis. Bunlar özləri təyin edə biləcəklər. Əgər siz doğru şəxsləri təyin etsəz. Əmin olun ki, bu halda heç bir şəxslər arası, qruplar arası, şöbələr arası konfliktlər olacaq da, yəni işlə bağlı olacaq. Personal olmayacaq, şəxsi olmayacaq. Və arzu edirəm bütün şirkətlərimizə, bütün bizi dinləyən hər kəsə çalışdıqları yerlərdə yəni hər kəs arzuladığı işi görsün. Bu biraz çox mövzudur. Yəni necə deyim, abstrakt deməyək də boşluğa düşə bilərlər. Əgər hər kəs arzuladığı iş mühitini axtarsa, orada xoşbəxt olmağı düşünsə, gözəl bir söz var, hətta bu yaxınlarda oxumuşam, deyir ki, arzuladığınız işi görmək üçün yaşasanız, bəlkə də həyatınızda heç bir gün işləməyəcəksiniz. Yəni, belə bir məsələ var. Buna görə də arzuladığınız deyil, arzuladığınız iş və ümumiyyətlə həyat hədəfiniz olsun. Ora gedən yollar zaten, qapılar bir-bir açılır, addım-addım açılır. Siz ilk addımı qoyun, işləməyə davam edin. Rəhbər şəxslərə də arzum odur ki, diləyim və ricamız belə deyək, sağlam bir mühit, ədalətli bir mühit təmin edilsin hər kəs üçün. Bu halda həm özləri uğur qazanacaq, həm də gözəl, qabiliyyətli və peşəkar mütəxəssislərimizin sayı həddən artıq artacaq. Təşəkkür edirəm hər şey üçün Rüfət bəy. Ümid edirəm faydalı bir görüşümüz oldu. Təşəkkür edirəm.
Minnətdaram. Mənə başqa bir söz qalmadı. Sənə təşəkkür edirəm. Minnətdaram. Mən də bugünlük və bu həftəlik sağollaşıram. Gələn həftə görüşüm dilə. Hələlik.